Səncə verdiyin qərarlar həqiqətən sənin öz seçimindirmi? Yoxsa səni idarə edən görünməz bir sistemin sadəcə bir parçasısan? Azad iradə bəşəriyyətin ən qədim suallarından biridir. Biz doğrudanmı azadıq? Yoxsa azadlıq hissi sadəcə bir illüziyadır? Hər gün onlarla qərar veririk. Nə geyinəcəyik, kimlə görüşəcəyik, hansı yolla gedəcəyik, kimə inanacağıq. Amma bu qərarların kökündə dayanan iradə doğrudanmı bizə məxsusdur? Gəlin öncə baxaq, seçim azadlığı nə deməkdir? Seçim azadlığı insanın istədiyi kimi düşünmək, davranmaq və qərar vermək hüququdur. Bu anlayış həm siyasi, həm hüquqi, həm də şəxsi səviyyədə mümkündür. Düşünün, bu videonu izləmək belə bir seçim idi. Amma bu qərarı sən özünmü verdin, yoxsa alqoritm səni yönəltdi? YouTube sənin maraqlarını analiz etdi, hansı videolara daha çox kliklədiyini öyrəndi və səni bu məzmuna gətirdi. Bəs bu halda azadlıq harda qaldı? Azad iradə ümumiyyətlə nədir? Azad iradə insanın davranışlarını və qərarlarını şüurlu şəkildə formalaşdırma bacarığıdır. Yəni mən belə etmək istəyirəm, çünki belə qərar verdim deyə bilmə qabiliyyətidir. Amma elm və fəlsəfə bu sadə fikrin arxasında çox mürəkkəb bir reallıq görür. Çünki biz düşündüyümüz qədər azad olmaya bilərik. İnsan beyni milyonlarla neyronun qarşılıqlı təsiri nəticəsində fəaliyyət göstərir. Bəzən mən belə istədim dediyin qərar əslində sənin dərinliklərdəki bir qorxunun və ya cəmiyyətin sənə diktə etdiyi bir modelin nəticəsidir. Azad iradə anlayışı min illərdir filosofların əsas mübahisə mövzusudur. Əsasən 3 böyük baxış mövcuddur. Determinizm. Deterministlərə görə kainatda hər şey səbəb-nəticə əlaqəsinə tabedir. Yəni hər hadisə əvvəlkindən qaynaqlanır. Bizim qərarlarımız da genlərimiz, tərbiyəmiz və keçmiş təcrübələrimiz tərəfindən müəyyənləşdirilir. Bu baxışa görə azad iradə sadəcə illüziyadır. Libertarianizm. Onlara görə insanın ruhu və şuuru materiyadan asılı olmayan bir gücə malikdir. Bu baxış insanı kainatda xüsusi bir varlıq kimi görür. Yəni biz səbəb zəncirini qıra və yeni istiqamət seçə bilərik. Kompabilizm. Bu yanaşma isə iki baxışı birləşdirir. Kompabilistlər deyirlər ki, hər şey müəyyən səbəblərlə əlaqəli ola bilər. Amma bu bizim seçim azadlığımızı tamamilə istisna etmir. Məsələn, bir insan aclıq səbəbindən yemək yeyirsə, bu təbii ehtiyacdır. Amma nə yeməyi seçməsi onun iradəsinin nəticəsidir. Məsələyə elm və psixologiyanın baxışı isə bu cürdür. 1980-ci illərdə Amerikalı nevroloq Benjamin Libet insanın azad iradəsi ilə bağlı məşhur bir təcrübə apardı. O, iştirakçılardan sadə bir hərəkət etmələrini, məsələn, barmaqlarını oynatmağını istədi. Eyni zamanda onların beyin fəaliyyətini elektroensefaloqraf vasitəsilə izləyirdi. Nəticələr çox maraqlı oldu. İnsan indi hərəkət edəcəm qərarını şuurlu şəkildə hiss etməzdən təxminən yarım saniyə əvvəl beynin motor bölgəsində hazırlıq potensialı adlı siqnal artıq yarandı. Yəni beyin hərəkəti başlatmaq qərarını insan onu dərk etməmişdən öncə vermişdi. Libet belə qənaətə gəldi ki, bəlkə də biz hərəkətləri tam azad şəkildə seçmirik. Sadəcə beynin əvvəlcədən verdiyi qərarı sonradan öz istəyimiz kimi qəbul edirik. Bizim Yuxu Nədir adlı podkastımızdan yaxşı tanıdığınız nevroloq doktor Qabil Əsədovun da fikrini soruşdum bu mövzuda. Buyurun bir də məsələyə həkimin gözündən baxaq. Biz hər birimiz öz beynimizin təcəssümüyük. Beyin hansı komandanı verirsə, biz onu sadəcə olaraq yerinə yetiririk. Hər kəsin qərar verməsi müxtəlifdir. Bu, beyində gedən biokimyəvi reaksiyalardan asılıdır. Biokimyəvi reaksiyaların, elektrik impulslarının hansı istiqamətdə getməsindən asılıdır. Təhlükə anında kimsə qorxub qaça bilər, kimsə təhlükənin üstünə gedə bilər. Azad iradə dedikdə bilirsiniz belə bir təcrübə aparıblar. İnsanın qabağına 2 knopka qoyublar, yaşıl və qırmızı düymə. İnsana deyirlər sən azadsın. İstəsən sağ əlindən bas knopkanı, istəsən sol əlindən bas, istəsən ayağından bas, istəsən barmağından, çeşələ barmağından bas. Nə ürəyin istəyir elə, tam azadsan. Ürəyin istəyən elə. Və beyni eyni zamanda skanerlər. Məlum olur ki, biz hansı hərəkəti eləyəcəksə, hardasa ondan 30 saniyə əvvəl həmin hərəkətin proqramı beyində yaranır və elektrik impulslarının getməsi istiqamətində biz sağ əlimizdən basa bilərik, sol əlimizdən basa bilərik, qırmızı knopkanı basa bilərik, yaşıl knopkanı basa bilərik. Bunlar hamısı beynin verdiyi komandalar əsasında olur. Biz elə gəlir ki, biz azadıq, bizim iradəmiz var, amma sırf hər bir şey beyində gedən proseslərdən asılıdır. Hətta beyində gedən biokimyəvi reaksiyaların istiqamətini bugün dəyişmək mümkündür və bu reaksiyalar dəyişəndə insan fərqli bir adam olur. Elementar bir misal, alkoqol qəbul etdikdən sonra
bütün o mediator sistemində ciddi dəyişiklik pozuntu olduğu üçün insanın davranışı tamamilə fərqli olur. Beyin buna bu hərəkəti eləməyi məcbur eləyir. İnsan təkcə bioloji varlıq deyil. Hər birimiz cəmiyyətin, mədəniyyətin və zamanın məhsuluyuq. Bizim fikirlərimizi və davranışlarımızı bəzi amillər formalaşdırır. Məsələn, valideyn tərbiyəsi və ailə dəyərləri, dini inanclar və mənəvi prinsiplər, təhsil sistemi, media və sosial şəbəkələr. Məsələn, sən geyindiyin üslubu həqiqətən öz zövqünəmi görə seçirsən, yoxsa modanın diktə etdiyi qaydalara uyğunlaşırsan? Bir ixtisas seçəndə bu qərar sənindir, yoxsa ailənin arzusu? Texnologiya və manipulyasiya dövründə azadlıq anlayışı bir qədər dəyişib. Bugünkü dünyada azad iradədən danışmaq daha da çətindir. Süni intellekt, sosial media və alqoritmlər artıq insan davranışını analiz edib proqnozlaşdıra bilir. Biz izlədiyimiz videodan, yazdığımız mesajlardan, hətta dayanıb baxdığımız reklamlardan belə manipulyasiya oluruq. Əgər azad iradə varsa, məsuliyyət də var. Əgər biz həqiqətən azadıqsa, o zaman etdiklərimizin nəticəsinə görə məsuliyyət daşımalıyıq. Cinayət törədən bir insan, mən belə etməyə məcbur idim, deyə bilərmi? Ən çox qəbul edilən müasir fikir budur. İnsan nə tam azaddır, nə də məhkum. Amma yenə də müəyyən çərçivədə qərar vermə gücünə malikik. Yəni, həyat sənə müəyyən kartlar verir, amma onları necə oynayacağı səndən asılıdır. Azadlıq bir hissdir, reallıq deyil. Biz heç vaxt bütün amilləri idarə edə bilmərik. Amma azadlıq o zaman yaranır ki, insan bu çərçivələri dərk edib, onların içində mənalı seçimlər etməyi bacarır. Bəli, sən sistemin bir parçasısan, amma sistem içində düşünmək, sual vermək və öz yolunu tapmaq sənin əlindədir. Sonda sənə bir sual vermək istəyirəm. Sən öz həyatını idarə edirsən, yoxsa sadəcə idarə olunduğunu hiss etmədən yaşayır? Sistemin bir dişlisinə çevrilirsən. Fikirlərini şərhlərdə yazmağı unutma. Əgər belə dərin və düşündürücü mövzular səni maraqlandırırsa, kanala abunə olmağı və videonu paylaşmağı unutma. Çünki növbəti mövzuda bəlkə də həqiqi azadlığın nə olduğunu birlikdə axtaracağıq. Sizinlə mən Arif Qərib idim. Bir sonraki videoda görüşmək ümidi ilə. Allah'a əmanət olun.